Salam, hörmətli kanal izləyicilərimiz, bir Nəsibən Masadır qəsəbəsində belə bir mükəmməl, gözəl bir evimizlə mən tanış edirəm. Evimiz şəxsi tikilidir. Evimiz həm əşyalı, həm əşyasız satılır, alıcının öz teninə asılıdır. Ümumiyyətlə 3 sot torpaq sahəsi üzərində inşa olunub. Yeri tikilən 6 nömrəli məktəbin tam yaxınlığındadır, 100 metr məsafəsindədir. Evimizin bax buradan sağ tərəfində gedir, bağı bağçası mövcuddur buradan. Tam ehtdaşlar düşün, padvanlar kimi 2 metr boyunda padval demir, 3 mərtəbə ev hörmətli kanal izləyicilərimiz. Və burada evimizin giriş tərəfində gördüyünüz kimi multisistem jaruz qapıdır və burada yay mətbəxidir, hörmətli kanal izləyicilərimiz. Bütün evimizin fasadı qabancıqla üzlənilib, döşənilib. Divarlarına kimi qabancıq daşla döşənilib, qabancıqdır. Gilas ağacıdır, maşallah, bəhərdir üstündə, hörmətli kanal izləyicilərimiz. Burada həyətdə oturmaq üçün əlavə olaraq tamit vurulub. Ağacın altında bisetkasıdır, evin arxasına keçmiyor və padvallarına da baxa bilərsiniz. Padvallarına kimi bax, görə bilərsiniz ki, bax, hamısı metal kapı ilə döşənilib. Lambirinə vurulub, hörmətli kanal izləyicilərimiz. Evimiz təcil olaraq satışa çıxıb, onu da xatırladım sizə. Buraya isə ikinci padvalıdır. Buradan da gördüyümüz kapı məsələn kimi vurulub, əlavə avdan falan hamısı qoyulub burada. Evin arxasında məsafə saxlanılıb. Görsədə bilərəm sizə. Bax, evin 4 dövrəmin arxasına, sağına, soluna keçmək olur. 4 dövrəm tarsovka, emusiya, qabancıq, hörmətli kanal izləyicim. Bax, belə bir həyət yan sahəsi var. Dekorativ güllər və meyvə ağacları da mövcuddur burada. Evimiz içi çölündən daha çox gözəldir. Onu da xatırladım sizə. Prekanlar mərmərlə təsis olunub. Yəni, evimizdə pulu əskiri olmuyor da. Pulun hamısının artıqlamasına pul verilib ki, daha mükəmməl bir, gözəl ev bir alınsın. Yaşayış var hal-hazırda evimizin içində. Burada limonlu dekorativ ağaclar da mövcud. Bir daha evimizin fasad görünüşünü görsədim. İndi isə daxil olub evimizin içinə. Sol tərəfində yəni stol qoymaq üçün qoyulub daha doğrusu. Ağac görəsi üçün burada əlavə olaraq yer saxlanılıb, hörmətli kanal izləyicilərimiz. Burada əlavə olaraq kladovka və kombi sistemi burada yerləşir. Bizim giriş hissəsidir. Burada əlavə olaraq kreslo divan qoyulub ki, yəni burada qapıdan girəndə, çıxanda ayaqqabıları arasından çıxartmaq olsun, oturub çıxartmaq olsun. İkinci mərtəbədə qalxan prekandır. Burası evimizin belə bir gözəl bir qonaq otağı, hörmətli kanal izləyicilərimiz. Bax, görsədim sizə. Evimiz bir daha xatırladım, istəyə görə əşyalı, istəyə görə əşyasız satılır. Evimizdə bütün gördüyünüz hamısı bütün əşyalarımız bağlı əşyalardır. Yəni alıcının öz teninə asılıdır. Burada da sol tərəfində də yəni görsədim sizə. Əlavə kreslo divan da qoyulub ki, burada stolu qoyulub ki, yəni burada da oturub istirahat etmək olsun. Burası evimizin qonaq otağıdır. Prekamımızın altı. Və xatırladım, 1-2 də manat betonun təsis olunub, döşəməsi parketdir, kombi sistemimiz bax burada mövcuddur, həyətdə əlavə olaraq sanitar qoşağı mövcuddur, hörmətli kanal izləyicilərimiz. İndi isə mən sizi burada sağda bir yataq otağımızı, burası sanitar qoşağı və solda isə evimizin mətbəxidir. Otaqlar bir-birindən gözəldir, çox gözəldir, hörmətli kanal izləyicilərimiz. Burada isə ən bahalı mebellərdən yığılıb, pəncərəsi birbaşa öz həyətinə baxır. Burada da mətbəx mebeli yığıldıqdan sonra, yəni də stol qoyub rahatsız nahar edə bilərsiniz. Bax, belə bir gözəllikdə mətbəx mebelidir, daha doğrusu mətbəxidir. 24 saat kamera müşahidəsindən və qapılar da maşın klasikasına təsis olunmuş bahalı qapılardır. Yəni bu evdə pula əsir gəlməyib də bir sözlə. Buraya isə birinci mərtəbədə yerləşən yataq otağıdır. Bu pəncərəmizin birbaşa öz həyətinə baxır. Bütün üstülərdə hamısı bahalı üstülərdir. Və buraya isə birinci mərtəbə aid olan sanitar qoşağıdır. Yeri stupoluna təsis olunub. Pəncərə düşən tərəf, düşməyən tərəf qoşa daşına inşa olunub. Və evimizin ikinci mərtəbəsində 1, 2, 3, 4 dənə yataq otağıdır. Yataq otaqlar hərəsi bir zövqlə remont olunub, dizayn olunub. Burası sanitar qoşağıdır. Burada da plekanın baş tərəfində gördüyünüz kimi stol qoyulub burada rahat istirahat edə bilərsiniz. Bura evimizin belə bir gözəl bir yataq otağıdır. Buradan balkonla çıxışlı, hörmətli kanal izləyicilərimiz. Bununla da yəni yetərincə genişdir. Yəni stol qoyub burada gördüyünüz kimi rahat istirahat edə bilərsiniz. Bax, həyət yan sahəsini buradan da mən sizə tanış edim. Yaxınlığında hamısı villalarda, hörmətli kanal izləyicilərimiz. Bax, belə bir gözəllikdə yataq otaqdır. Yataq otaqlar həqiqətən də hər biri bir-birindən fərqlənir. Burada solda, bax, belə bir gözəl bir yataq otağıdır. Pəncərəsinin qarşısını kəsən bir maneə yoxdur. Yəni, alıcının öz teninə alsın. İstəyə əşyalı, istəyə əşyasız. Evimizin qiyməti isə, xatırladım ki, 210 min manata satışa çıxıb təcil olaraq. Padokolik hamısı mərmərdə, kombi sistemi işləh vəziyyətdədir. Bax, belə bir gözəllikdə yataq otağıdır. Və burada isə sol tərəfdə evimizin sanitar qoşağıdır. İkinci mərtəbə aid olan sanitar qoşağı duş kabini ilə. Və sonuncu yataq otağımız, bax belə bir gözəl bir sonuncu yataq otağımız var. Bir də 2 də manat beton döşəməsi parketdir və buradan da pəncərəsi birbaşa öz həyətinə baxır. Bax belə bir gözəllikdə yataq otağıdır.
Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbə siz tanış ola bilərsiniz. İnşallah evi olmayan insanlara Allah Taala belə gözəl evlər qismət etsin.